Ömür boyu öyrənməsi dediyimiz ki, bu bir fəlsəfədir. UNESCO-nun ömür boyu öyrənmə institutu var. Həmin institutun apardığı araşdırmalarda ömür boyu öyrənmənin 5 dənə xüsusiyyəti verilib. Birinci xüsusiyyət odur ki, bu heç bir yaş məhdudiyyəti yoxdur. Yəni siz istənilən yaşda bu insanın doğumundan həyatının sonuna dək davam edən bir prosesdir. İkinci vacib bir məqam əvvəlki təhsilə dair bir tələb yoxdur. Üçüncü məsələ, bu hər hansı bir formal təhsilin hər hansı bir pilləsi ilə məhdudlaşmır. Yəni hər hansı bir təhsil pilləsində, səviyyəsində bu baş tuta bilər, əgər formal təhsil prizmasından baxsaq. Digər bir vacib məqam, bu yalnız iqtisadi məqsədlərə xidmət etmir. Düzdür, bu gün ömür boyu öyrənmə əsasən iqtisadi problemlər fonunda, kadr çatışmazlığı məsələləri fonunda təşviq olunur. Yəni əsasən biz bunu niyə deyirik? Çünki iqtisadiyyat sürətlə dəyişir, bəzi peşələr aktuallığını itirir və insanlar daim öz bacarıqlarını, öz biliklərini artırmaq məcburiyyətinə qarşı-qarşıya qalır. Amma ömür boyu öyrənmə təkcə bu məqsədə xidmət etməyə bilər. Yəni sizin istədiyiniz, öz marağınızdan gələn bir məqsəd nəsə öyrənirsinizsə, bu da öyrənmə sayılır. Beşinci vacib məqam isə bu öyrənmənin baş tutduğu məkana dair bir tələb yoxdur. Yəni bu öyrənmə istənilən yerdə baş tuta bilər. Siz Coursera-dan da bir kurs götürə bilərsiniz, evdə informal təhsillə də öz bacarıqlarınızı inkişaf edə bilərsiniz.